Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Mən Coyef müəlliməsi Nurayn Namazova. Bu gün sizlərlə tələbələrin ən çox çətinlik çəkdiyi və Dövlət İmtahan Mərkəzinin də qəbul imtahanlarında həm 2-ci qrup, həm də 3-cü qruplar üçün istifadə etdiyi mövzudan olan yerin formu və ölçüləri, coğrafi koordinatlar mövzusunu izah edəcəm. Ümumiyyətlə bu mövzu tələbələrə çox qəliz gəlir, amma belə düşünürəm ki, əslində çətin deyil. Sizlərə müəyyən qaydalar verəcəm. Çalışın qaydaları öz dəftərinizdə qeyd aparın, qeyd edin ki, imtahanda və yaxud da sınaqda qarşınıza çıxan bütün koordinat mövzularını rahatlıqla yaza bilərsiniz. Ümumiyyətlə deyirik ki, yerin forması baxırsınız ekranda görürsünüz. Əvvəlcə deyirik hansı formada olub fikir verirsinizsə bu şəkildə. Yerin fiziki forması. Sonra onun səthini belə deyim, göstərirlər sxem olaraq. Daha sonra deyirik o nəyə oxşur? Geoidə və ellipsoidə. Yəni bu şəkildə yerin elə bir formalaşmasının təkamül prosesi. Ümumiyyətlə yerin ilk dəfə kürə şəklində olması müxtəlif fərziyyələrə əsaslanır. Məsələn, bəzi xalqlar, yəni Şumerlər, Babillər, məsələn deyirdilər ki, tutaq ki, yer məsələn biz tutaq ki deyirdi, məsəl üçün biz bir quyunun üzərində, biz quru parçasının üstündəyik və ətraf yer kürəsidir. Bəziləri deyirdi ki, məsələn biz nəhəng filin üzərindəyik və fil yer kürəsidir və sair fikirlər. Bunlar təbii ki, fərziyyədir. Bilirsiniz ki, fərziyyə ilə nəzəriyyənin fərqi. Fərziyyə odur ki, fərziyyədə məsələn istədiyim bir şey deyə bilirəm. Bu fərziyyə. Nəzəriyyə odur ki, onun elmi cəhətdən isbatı olur. Əziz tələbələr, ona görə diqqətli olarsınız. Demək deyirik ki, yer geoid formasındadır. Ümumiyyətlə yerə bənzəyir. Onu adlandırırlar geoid. Yəni bəzən yeri yumurtaya da bənzədirlər geoid formasında olduğu üçün. Ümumiyyətlə burada görürsünüz yer kürəsinin ümumi sahəsini, ekvator, qütb bunlar nədir? İndi hər bir haqqında sizdən ətraflı danışacağıq. Ümumiyyətlə bilirsiniz ki, yer kürəsi ümumilikdə 510 milyon kvadrat kilometrdir. Quru sahə 149 milyon kvadrat kilometr, su sahəmiz isə 361 milyon kvadrat kilometr təşkil edir. İndi gəldik nəyə? Baxın, bu deyirik ki, ekranda görürsünüz nə? Yerin kürə. Bax, yer bu şəkildədir, bu formadadır. Ümumiyyətlə, qlobus və xəritələrdə burada görürsünüz, bax, üzərində yazılıb. Uzunlu olanlar, bax, bu cür xəttlərdir, sizin üçün belə çəkirəm. Enli olan xəttlər də budur. Bunların kəsişməsi bizdə adlanır nə? Dərəcə toru və yaxud da coğrafi koordinat, yəni ünvan. Ümumiyyətlə, hər bir məntəqənin, hər bir ərazisinin koordinatı olmalıdır ki, məsələn, biz istədiyimiz bir yerə gedəndə onun koordinatına baxırıq ki, daha rahat öyrənək. Koordinat olmadan əraziyə getmək, ərazini doğru müəyyən etmək təbii ki, alınmır. Ümumiyyətlə, deyirik ki, coğrafi enlik və coğrafi uzunluq birləşimi nə yaradır? Dərəcə torunu yaradır. Coğrafi uzunluğa coğrafiyada meridian, coğrafi enliyə isə paralel xətti deyilir. Məsələn, indi gəlin sizə bunu göstərim ki, necə daha yaxşı şəkildə yaza bilərik. Baxın, düşünün ki, məsələn, bu bir yer kürəsidir, düzdürmü? Bax, yer kürəsinin mərkəzindən keçən və onu iki hissəyə ayıran ən böyük, belə deyim, paralelə və yaxud ən böyük xəttə deyirik nə? Ekvator çevrəsi, ən böyük çevrəyə. Yuxarı isə bizdə adlanır nə? Şimal. Aşağı isə bizdə adlanır cənub. Yəni şimal və cənub yarımkürələrinə aid yer kürəsi. Eynilə bir də biz deyirik ki, London şəhərində Greenwich adlanan, belə rəsədxana var. Greenwich rəsədxanasının adına Greenwich meridian adlanır. 0-cı meridian, yəni başlanğıc meridian. Sıfırın bax bu hissəsi bizdə adlanır şərq, digər hissə bizdə adlanır nə? Qərb yarımkürəsi. Ümumilikdə isə yer kürəsi 4 mühüm yarımkürədə yerləşir. Demək, ekvatora görə şimal və cənub, Greenwichə görə isə nə adlandı? Şərq və qərb. Və məntəqələrin yerləşmə aspekti də əslində bu məntəqələrə əsasən aparılır. Nə demək istəyirəm? Demək, düşünün ki, bax bu ekvatordur. Bu isə Greenwich meridianı, düzdürmü? Biz dedik ki, ekvatora görə şimal və cənub, Greenwichə görə isə şərq və qərb yarımkürəsinə aid. Yadda saxlayın, hər bir məntəqə ən az 2, maksimal isə 4 yarımkürədə yerləşə bilər. 3 hal var. Birinci hala baxaq. Birinci hal, məsələn, A1 nöqtəsi. Deyirik ki, verilən məntəqəni, məsələn, tutaq ki, bu hissədə yazıram. Demək, deyirik ki, verilən məntəqəni heç bir xətt, yəni nə ekvator xətti,
nə də Qrinviç meridianı kəsmirsə, bu məntəqə iki yarımkürədə yerləşir. Ekvatorun yuxarısı deyə olur nə? Şimal. Qrinviçin sağ tərəfi deyə olur nə? Şərq. Demək, A1 belə deyək, nöqtəsi, A1 məntəqəsi ekvator və Qrinviçin mövqeyinə görə ekvatorun yuxarısı deyə olur şimal, Qrinviçin də sağ tərəfdə olur nə? Şərq. Yəni şimal və şərq yarımkürəsi. İkinci hala baxaq, A2 məntəqəsi. Məsələn, deyirəm ki, tutaq ki, A2 məntəqəsini ekvator və yaxud da Qrinviçdən biri kəssin. Əgər ekvator və yaxud da Qrinviçdən biri kəsirsə, bu zaman məntəqə gənclər 3 yarımkürədə yerləşir. Yəni, ekvatorun aşağısındadırsa adlanır nə? Cənub və Qrinviç kəsir. Ona görə həm şərqə düşür, həm də qərbə. Demək, cənub, şərq və qərb yarımkürəsində yerləşir A2 məntəqəsi. Yəni, ekvator və Qrinviçdən ikisindən biri kəsəcəksə olacaq 3 yarımkürə, heç biri kəsmirsə 2 yarımkürə. Üçüncü hal isə verilən məntəqəni həm ekvator xətti, həm də Qrinviç meridianı kəsərsə, yəni A3 nöqtəsi, bu zaman məntəqə 4 yarımkürədə yerləşir. Demək, ekvator xətti kəsdiyi üçün yuxarı isə bizdə olacaq şimal, aşağı isə olur nə? Cənub. Eyni sağ tərəf olur şərq. Bu bir tərəfdə yerləşdiyinə görə ona qərb. Demək, şimal, cənub, şərq və qərb. Demək, məntəqələr ekvator və Qrinviçdə mövqeyinə görə oldu nə qədər? Ən az 2 yarımkürə, 3 və 4 yarımkürə. Maksimal 4. 2 yarımkürə o vaxt olur ki, nə ekvator xəttini də Qrinviç meridianı kəsmir deyə olur 2 yarımkürə. Ekvator və Qrinviçdən biri kəsirsə olur 3 yarımkürə. Hər ikisi kəsirsə olur nə? 4 yarımkürə. İndi gəldik koordinat çəkməyə, sizin yaralı yerimiz. Biz dedik ki, hər bir məntəqənin həm ekvatordan, həm də Qrinviçdən gənclər mövqeyi olmalıdır. Yəni, deyirik ki, məsələn, bu 0, düzdürmü? Məsələn, bu da 0. Həmişə koordinat çəkəndə yadda saxlayın. Sizin bir enliyiniz olacaq, bir də uzunluğunuz. Yəni, həm ekvatora görə mövqe olacaq, həm də Qrinviçə görə mövqe olmalıdır. Yadda saxlayın. İndi gəldik burada, məsəl üçün, yer kürəsində, məsələn, baxın, bu yer kürəsidir, düzdürmü? Bizim geoidimiz. Mərkəzindən keçib 12 hissələrinə ekvator. Ekvatora paralel çəkilən xəttlər, gənclər, adlanır nələr? Paralellər. Qeydiyyat aparın, lazım olacaq. Paralel. Və yaxud da enli olduğu üçün deyirik nə? Coğrafi enlik. Coğrafi enlik adlanır. Demək, coğrafi enlik 0 ilə 90 dərəcə arasında dəyişir. Yəni, ekvatordan, bax, bu hissəyə qədər maksimal nə qədər gedə bilərik? 90 dərəcə. Yəni, bizim maksimal oldu. Yəni, 91 dərəcəmiz yoxdur enlikdə. Maks 90-dır, yadda saxlayın. Və şimal və cənub yarımkürəsinə doğru gedə bilərəm. Düzdürmü? Baxın, şimala və yaxud da cənuba doğru gedə bildiyim üçün olur nə? Şimal enliyi, ŞM.E və cənub enliyi. Və bilirsiniz ki, yer kürə şəklində olduğu üçün ekvatordan daha enlidir, daha qabarıqdır. Ekvatordan qütbə doğru get nə olur? Artıq qeyd edilir ki, daha kipləşir, daha da azalır məsafə. Ona görə də ekvatordan qütbə get nə olur? Paralellərin qiyməti qısalır. Buna görə də ekvatorda olanda məntəqə 1 dərəcəsi 111 kilometrdir. Baxın, diqqətli olun, deyirəm. Ekvatorda olanda 1 dərəcəm 111-dir. Amma əgər mən ekvatordan qütblərə doğru gedirəmsə, mənim paralellərimin qiyməti nə olur? Azalır. Yəni, dərəcələr artdıqca belə yadda saxlayın. Məsələn, 20, 30, 40, 50 dərəcələr artdıqca kilometr nə olur? Məsafə azalır. Və qeyd edirik nəyi? 40 dərəcəli paralel. İndi irəliləyən dəqiqə deyəcəm niyə. 40 dərəcəli paraleldə, yadda saxlayın, 40 dərəcə paralelin qiymətini əzbər bilirsiniz. Çünki qəbul imtahanlarında, sınaqlarda bunu çox istifadə edirlər Dövlət İmtahan Mərkəzi və tələbələr bunu əzbərləməlidir. Çünki bizim ölkə burada yerləşir. Şimdi danışacağıq. 40 dərəcəli paralelin də 1 dərəcəsinin qiyməti yadda saxlayın 85.4 kilometr təşkil edir. Təkrar edirəm. Bax, hər paralelin özü məxsus deyirik ki, qiyməti var. Yadda saxlamaq nəyi? 40 dərəcəli paralelin qiyməti. 40 dərəcəli paralelin 1 dərəcəsinin qiyməti 85.4 kilometr təşkil edir. Yadda saxlayın. Digər paralellərin qiymətini sizə belə deyim, testlərdə verir. İndi gəldik nəyə? Bir də dedik ki, rəngi dəyişək, sizə daha aydın olsun. Məsələn, Qrinviç meridianı, yəni yer kürəsinin şərqi və qərbi ayıran məntəqə. Deyirik ki, Qrinviçə paralel çəkilən xəttlər var. Baxın,
Bu şəkildə qütbləri birləşdirən xəttlər də deyirlər hətta buna. Bunlar bizdə adlanır nə gənclər? Meridianlar, adı meridian və yaxud da uzunluğu olduğu üçün və coğrafiyada olduğumuz üçün deyirik nə? Coğrafi uzunluq. Qeyd eləyək. Demək, meridian və yaxud da coğrafi uzunluq. Meridianlar qütbləri birləşdirdikləri üçün və bunlar qırılmaz xəttlərdir. Ona görə deyirik ki, bunların ölçüləri bərabərdir və coğrafi uzunluq isə enlikdən fərqli olaraq 0 ilə 180 dərəcə arasında dəyişir. Yəni 0 başlanğıc 180-ə qədər olur şərq, 180-ə qədər olur qərb. Danışacağıq da. Və uzunluq olduğu üçün və şərq və qərbi göstərici üçün yazırıq ş.u və deyirik nə? Q.u. Yəni şərq uzunluğu və qərb uzunluğu. Daha sonra deyirik ki, bütün meridianların dərəcəsi bərabər olduğu üçün 1 dərəcəsinin qiyməti nə qədərdir? 111 kilometr təşkil edir. Yadda salın, bütün meridianlar bərabərdir və 1 dərəcəlik meridianın uzunluğu 111 kilometrdir. Bununla bağlı qeydiyyatlarınızı götürürsünüz. Keçir indi koordinat çəkəcəyik və ən yaralı yerimiz olan onlar haqqında misallar işləyəcəyik. Ümumiyyətlə, yenə deyirəm, çətin deyil. Sadəcə indi deyəcəyim qaydaları mütləq qeyd edin və buna uyğun indi misallar göstərəcəm sizə. Onların gedib təkrar özünüz işləməyə çalışın ki, imtahanda qarşınıza çıxanda yaza biləsiniz. Yəni sizin üçün belə deyək, rahat olsun ki, yaxşı da nəticəviz olsun. Demək, burada indi gəldik nəyə? Ekvator radiusu da 6378, qütb radiusu 6357. Burada var, indi göstərəcəm sizə. Ümumiyyətlə yer, yəni ekvator çevrəsinin ümumi uzunluğu, dedik, ən uzun pay ekvatordur. 40.076 kilometrdir. Birdən harasa qarşıya çıxar. Meridian çevrəsinin uzunluğu 40.009 kilometrdir. Yerin qütblərdən basısı 21. Yəni, burada məsələn göstərə bilərik ki, ekvator isə 40.076-dır. Meridian isə 40.009-dur. Qütbdən isə basdıq nə qədər oldu? 21 kilometr oldu. Sonra demək gəldik, deyirik nəyə? Gənclər, burada bax, hər bir haqqında, coğrafi enlilik, uzunluq haqqında ətraflı və geniş izah var. İndi mən özüm sizin üçün izah edəcəm ki, yadda qalsın. Kimsə bu PDF-i əldə etmək istəyirsə, şərhdə qeyd eləyər, mən ona bu PDF-i göndərirəm. Demək, indi gəlir koordinat. Koordinat demək dedik ki, bizim bir enliyimiz olmalı, bir də uzunluğumuz. Məsələn, Bakı. Bakı 40 şimal enliyidir, gənclər. 50 də şərq uzunluğunda yerləşir. Düzdürmü? Məntəqə yaddasan və Bakının koordinatlarını çox vaxt testdə verməyəcək. Bundan sonraki mövzular məsələn yerin üzü ətrafında hərəkətidir, yerin günəş ətrafında hərəkətidir. Orada məsələn Bakıdan söhbət gedəndə onun enliyi və uzunluğu vermir. Sadəcə deyir ki, məsələn başqa bir şəhəri verəndə deyir Bakı ilə eyni meridianda yerləşən, yəni eyni uzunluqda yerləşən və yaxud da Bakı ilə eyni enlikdə. Yadınızda saxlayın ki, Bakı 40 şimal enliyidir, 50 də şərq uzunluğudur. Bu koordinat çəkmənin ən asan yolu birinci sıfırları çəkirəm. Sıfırları çəkdim. 40 şimal hardadır? Ekvatorun yuxarısında. Yazıram nə qədər? 40. Düzdürmü? 40 şimal elim. Şərq də hardadır? Buradadır. Bax, sadəcə qrim üçün sağına yazıram nə? 50. İkisini kəsişdirirəm, yazıram bu. Baxın, koordinat çəkmə bu qədər sadə. Sadəcə sıfırları çəkirsiniz. Sonra uzunluq deyirsə, şərq də sıfırın sağına, qərb deyirsə sıfırın soluna. Eyni şimal deyirsə ekvatorun yuxarısına, cənub deyirsə ekvatorun aşağısına xətt çəkirsiniz. Bu koordinat çəkmənin qızıl qaydası. Məsələn, ta ki bir dənə C məntəqəsi verək. Yenə eyni enliyi olsun. Məsələn, 40 şimal enliyi olsun. Məsələn, olsun 60 dərəcə qərb uzunluğu olsun. 40 şimal enliyi eyni olduğu üçün bir dənə uzunluğu çəkəcəm. 60, düzdürmü? 60. Sonra ikisini kəsişdirərəm. Onlar nə? C nöqtəsi. Demək, 60 qərb uzunluğu 40 şimal enliyidir. 50 şərq, 40 şimal enliyi. Bu məndə odur ki, koordinat. Ta ki mənə verir ki, sizə test necə verir? Deyir ki, 2 dənə koordinat verir və deyir ki, bunlar arasındakı məsafəni tapın. Birinci və ən önəmli qayda, gənclər, yadınızda saxlayın, qeyd aparın. Birinci növbədə 2 məntəqə arasında məsafəni hesablayırsınızsa, ya sizin enliyiniz eyni olmalıdır, ya da uzunluq. Bax, birinci qayda budur. Ən önəmli qızıl qaydadır. Ya enliyi eyni olacaq, ya da uzunluq. Baxanda görürəm ki, B və C məntəqələrində 40 şimal enidir. Yəni, hər ikisində enlik eynidir. Demək, mən bunlar arasında məsafə hesablaya bilərəm. Bu mənim birinci qaydam idi. 40 şimal enliyi. İkinci qaydaya baxıram. İkinci qayda nədir? Deyirik ki, baxıram fərqli olana. Yəni, məsələn, fərqli olan uzunluqlar. İkisi də şərq ola bilər, ikisi də qərb də ola bilər və yaxud da biri şərq, biri qərb, buradakı kimi ola bilər. Əgər ikisi də eyni yarımkürədirsə, yəni ikisi də şərqdir, ikisi də qərbdirsə, nə edirəm?
Demək, fərqli olanda toplayıram gənclər. Eyni olanda isə çıxıram. Yəni ikisi də şərtdə olsa böyükdən kiçik çıxaram. Biri şərt, biri qərbdən yəni toplayıram. Baxıram ki, burada biri qərbli, biri şərt. Nə edəcəm? Toplayacağam. 60 üstəgəl 50 cəmi neçə edir? 110. Düzdürmü? Bunu bildim. Fərqli yarımkədə topladım. Bayaq dedim ki, eyni olanın qiymətinə baxırıq. Niyə? Bu üçüncü qaydaya gəlir. Birinci qayda ya enli eyni olmalıdır, ya uzunluq. İkinci qayda fərqli olana baxıram. Uzunluq mu fərqlidir, yoxsa uzunluq eyni yarımkürə oldu, yoxsa fərqli? Baxıram ki, fərqlidir. Biri şərqlidir, biri qərb. Sonra üçüncü qaydada nə edirəm? Daha sonra ikincidə enliyin qiymətini eyni olmalıdır. Düzüm dedik. Məsələn, burada 40-ın qiyməti nədir? 1 dərəcəsi 40 dərəcəyə payladır. 85/4, düzdürmü? Yəni, eyni olanın qiymətini yazırıq. Üçüncü ən əsas qaydada isə fərqli olanlar arasında məsafəni hesabladıq. Fərqli yarımkürədə topladıq. Enliyin qiymətini isə enli 40 dərəcəyə payladır. Onun da qiyməti nə qədərdir? 85/4. Onu nə edirəm? 110-u vururam nəyə? 85.4-ə. Demək, 110 da 85.4-ə vuranda indi mən sizə xəbəriniz yoxdur. Burada mən vurum sizin üçün. Hə, gənclər, kalkulyatorla imtahanda bilirsiniz ki, istifadə etməyə icazə yoxdur. Siz əlinə vurun. Mən bunu vurum. Olur nə qədər? 9394 kilometr. 9394 kilometr. Demək, C ilə B arasındakı məsafə 9394. Təkrar üstündən keçək ki, yaxşı yadınızda qalsın. Nə elədik? Birinci 2 dənə koordinat verəndə baxırıq nəyə? Eyni yarımkürədir, yoxsa fərqli yarımkürədir. Əgər eyni yarımkürə, məsələn, eyni olan, daha doğrusu birinci baxır nəyə? Nə eynidir? Yəni enliyi və ya uzunluğu eynidir. Gördük ki, bəli, ikisinin də enli eynidir. Demək, bunun arasında məsafəni tapa bilərik. Sonra fərqli ona baxırıq. Birinci 50 şərq, ikinci 60 qərbdir. Nə edirəm? Fərqli olanları əgər eyni yarımkürəsi yadda saxlayın. Demək, eyni yarımkürədə böyükdən kiçik çıxırıq. Fərqli yarımkürəni toplayırıq. Baxıram, biri şərqli, biri qərbli. Nə edirəm? Toplayıram. 50 plus 60 elədi 110 dərəcə. Bunu bildim. Eyni olan nədir? 40 dərəcəyə paylayır. 40 dərəcəyə paylayın. Bir dərəcənin qiyməti nə qədərdir? 85/4-dür. Onu nə edirəm? 110-u vururam nəyə? Üçüncü qaydada isə 110-u vurdum nəyə? Bu aradakı məsafəni vururam eyni olanın qiymətinə. 110 da 85/4-ü vuranda elir nə qədər? 9394 kilometr. Bu enliyə eyni olan. İndi gəlin sizə uzunluğu eyni olanı verək. Gənclər, onu hesablayaq, görək o necədir. Yenə deyirəm, koordinat mövzusu, koordinat qəliz mövzu deyil, asandır. Əslində çox rahat bir mövzudur. Sadəcə sizə bilməm niyəsə qəliz gəlir və qəbulda da çox istifadə olunur. Ona görə də yadınızda yaxşı qalır. Tutaq ki, məsələn, indi A ilə D nöqtələri olsun. Hər ikisi olsun 70 dərəcə qərb uzunluğunda yerləşsinlər. İndi enliklərini fərqli verərik. Məsələn, biri olsun, tutaq ki, 80 şimal enliyi. Digəri olsun nə qədər? Tutaq ki, 10 dərəcə şimal enliyi olsun. Aha. İndi bunu çəkəni də çəkəcəyik. Demək, birinci olaraq 0, sonra 0-ları çəkirəm. 70 qərb deyə bura 70 çəkirəm. Məntəqənin biri 80-dir. Bunu burada işarələyəm A nöqtəsi. A nöqtəmdir, baxın. Biri də 10 şimaldır. Bunu da burada yazıram 10. Kəsişdirdim. Demək, indi bunlar arasında məsafəni tapanda baxıram nəyə? Eyni olan nədir? Uzunluqdur, düzdürmü? Birinci qayda. Uzunluqların da, yəni meridianların dərəcəsi nə qədərdir? 1 dərəcə 111 kilometrdir. Yadda saxlayırıq. 1 dərəcə 111. Baxıram ikinciyə. Nə fərqlidir enliklər? İkisi də şimalıdır, eyni yarımkürədir. Amma dərəcələr biri 80-dir, biri 10. Ona görə niyə edəcəm? Demişdik, fərqli yarımkürəni toplayırıq, eyni yarımkürəni çıxırıq. Yəni 80-dən 10-u çıxıram. Elir nə qədər? 70 dərəcə. Üçüncü qayda nədir? Dedik ki, 70 dərəcəni tapdım və eyni olan nədir? 111. Demək, 70 dərəcəni vuracam nəyə? 111-ə. Yəni eyni olanın qiymətinə. 70-i də 111 vuranda elir nə qədər? 7770 kilometr. Bu da oldu nə, gənclər? A ilə, burada A yazmışam səhvən, bu D-dir. A ilə D nöqtəsi arasındakı məsafə bu şəkildə tapılır. İndi keçək Dimin test bankından olan sualdan sizə göstərim ki, daha da aydın olsun sizə, daha da yadınızda qalsın. O da sizə maks kilometrlə verə bilər. Onları da əminəm ki, nə edə bilərsiniz, öhdəsindən gələrsiniz. Demək belə. İndi keçdik Dimdən sual növləri göstərib. Çalışın ki, dərsdən sonra, izaha baxandan sonra keçib siz özünüz də test işləyəsiniz ki, yadınızda daha da yaxşı, daha da aydın bir şəkildə qalsın.
Demək belə. Məsələn, burada bu şəkildə verir. Bir dənə nəzəri sualda işlədiyim sizin üçün. Məsələn, coğrafi enlik nədir dedi? Ekvatordan hesablanır. 6-nı görürəm. Və dedi, enlik də 0-dan 90 arasında dəyişir. 2-ni yazıram. Sonra məntəqənin mövqeyini əks etdirir hər ikisi. Qrimsdən hesablanır coğrafi uzunluq. 0 ilə 180 dərəcə arasında dəyişir coğrafi uzunluq. Coğrafi koordinatda ikisi bir yerdə coğrafi koordinat müəyyən edir. Ona görə 1.6-da ortaq, 1.6 yox, üzr istəyirəm, 1.5 yazmalıyam. Rəqəmi səhv dedim, 1.5. Bəli, 1-ə 2, 6, 2-yə 3, 4, 3-ə də 1, 5 E variantı doğru cavabdır. Bu, gənclər, DİM test bankında, DİM 2025-də demək, xəritə və qlobus mövzusudur. Kim bilmirsə, baxa bilər. Məsələn, belə suallar necə yazırsınız? Demək, bizdə verir ki, 73-dən 74-ün arasında qədər 1 dərəcə. 1 dərəcənin qiyməti nə qədər? 74 kilometr. Düzdürmü? Yazıram. Bax, veriləni. Sonra miqyasdan öyrənmişik 5 dənə 0 istədik. Miqyas da nəyə bərabərdir? Miqyas da bərabərdir bizdə nə qədər? 25-ə. Bunu yazdım, kənarda dursun. Demək, 1 dərəcənin qiyməti 74-dürsə, mənə A ilə B arasındakı məsafəni deyir. Bax, sualda. A 71-dir, B 76-dır. Onda 76-dan 71 çıxan neçə qalır? 5. Düzdürmü, gənclər? Demək, 1 dərəcə 74 kilometrdə 5 dərəcə x-dir. 5-i də buna vuranda x bərabərdir. 5 dəfə 4 20, 5 dəfə 7 35, 37, 370. Düzdürmü? Demək, həqiqimiz 370-dir, miqyasımız da 25-dir. Xəritəni tapanda nə edirəm? 375-i, 75 yox, 370 üzr istəyirəm, 370. Hə. 370 böləm nəyə? 25-i. 370-i də 25-ə böləndə 370-i də 25-ə böləndə 14.8. Demək, məsafə olur nə qədər? 14.8. Yəni, doğru cavab nədir? C variantıdır. Sonrakı digər tiplərdən də göstərim ki, sizə rahat olsun, gənclər. Bir də koordinatla bağlı mühüm qaydaları indi deyəcəm. Bir neçə qayda yadımdan çıxdı. Onları indi irəliləyən sual tiplərini görəndə deyəcəm ki, qeydlərinizi apara bilərsiniz. Sonra. Demək belə. Məsələn, belə sualı necə asan yaza bilərsiniz? Birinci olaraq, ekvatorla 170 qərbdir. 170 bu hissədir. Buradan qərbə, yəni bu tərəfə gedirəm. Nə qədər? 7992. Baxın, gənclər. Ekvatorun üzərində olduğum üçün ekvatorun bəli 1 dərəcəsi 111-dir. Onda x dərəcəmdə 7992 olur. X də bərabərdir. Bunu buna böləndə 72 dərəcə eləməlidir. 7992 7992 böl 111. Bəli, 72 dedim, dəqiqləşdirək. Bir dənə indi mexaniki səhvdir. 72 dərəcə. Bunu belə də hesablaya bilərsiniz. Elə bil ki, bura 180-ə qədər limitdir. Sonra burada 180-dir. 10 dərəcə buradan gedəcək. Qalacaq 62. 180-dən 62 də çıxanda qalır nə qədər? Demək, 180-dən 62 çıxanda 118 dərəcə qalır. 118 şərq uzunu və ekvator. Belə də tapa bilərsiniz. Yox, bu sizə gəlsin, asan yol nədir? Demək, testdə verilən 170 ilə burada verilən 72-ni toplayın. Sırf bu suallar üçün keçərli. Və ümumi 360-dır da. Çünki 180 şərq, 180 qərb. Onu da çıxın. Bu da bərabər 360-dan çıxıram nə qədər? Demək, 242. O da mənə verir 8, 1, 1. 118. Və nə yada saxlayın? Əgər testdə sizdə qərb uzunluğudursa, onda cavabı nəyə götürürsünüz? Şərq götürürsünüz. Əgər şərqdirsə, onda cavabı nəyə götürürsünüz? Qərb götürürsünüz. Bu şəkildə yaza bilərsiniz. Sonra, məsələn, bir dəqiqə, indi gəlin məsələn 80-ci sualda göstərim sizə. Çalışdığım hərəsindən bir nümunə göstərim ki, sizin üçün rahat olsun, gənclər. Yəni, yaza bilərsiniz. Demək, məsələn, miqyasdan 5 0 istəyirəm. M bərabər, yəni miqyas bərabər 5. Xəritə deyir 0.5 dərəcə meridian. Götürüb 0.5-i 5-ə vurmayın, kobud səhvdir. Biz bilirik ki, 1 dərəcəmiz nə qədərdir? 111 kilometrdirsə, onda 111-in yarısı, yəni 0.5 nə qədər olur? Yəni 0.5-i 0.5-i vururam nəyə? 111. Eləyir nə qədər? 55.5. Demək, mənim həqqim nə qədərdir? 55.5. Həqqi 55.5-dir, miqyas da 5-dir. Xəritəni tapanda nə edirəm?
55.5-i bölürəm 5-ə. O deyir nə qədər? 111.1, yəni E variantı doğru cavab. Digərində isə yenə onun kimi miqyasdan 5 sıfır, məsələn 81-ci sualdır. Ecin də 50, 2,5 dərəcəlik meridian deyir. 2,5-i vurarsınız 111-ə, tapacaqsınız həqiqini. Onu da bölürsünüz nəyə? Miqyasa, olur xətt. Elə 81-ci sual sizin üçün olsun nə? Tapşırıq. 81-ci sualın cavabını həll eləyib, rəy bölməsində yazmağı unutmayın. Uğurlar. Baxın, ulduzladım. Sonra gələk görək burada nə var. Məsələn, deyir ki, tutaq ki, 25-36 şimal eni. 25-36 hardadır? 25 buradır, 36 buradır, düzdürmü? 46-56 şəkli bu hissədir. Deyir, yerləşən sxemdə koordinat. Yəni, ikisinin kəsişdiyi yerlərə baxıram. 2-də və 4-də kəsir. 2 4-də E variantıdır. Məsələn, 72 olur nə? E variantı. Məsələn, sizlərə tapşırıq verim, 73-ü yazın. Ulduzlayıram. Yazıb, rəy bölməsində doğru cavabı qeyd edərsiniz. Sonra bax, belə şəkilli suallar bilirəm sizin yaralı yerinizdir. Gəlin bunların da üstündə işləyək ki, sizə rahat olsun. Demək, A nöqtəsi. Birinci A-nı tapım görüm hardadır. A nöqtəsi, gənclər. Demək, 180-lə 0-ın kəsişməsi. 0, 180. Burada yazım ki, rahat olsun. Bu A nöqtəmdir. Mənə deyir ki, əvvəldə 270. Azimut dərsini bilir ki, 270 adı qərbədir. Nə qədər gedir? 3330. Baxın, gənclər, ekvatorun üzərində hərəkət edirsinizsə, 111-ə bölə bilərsiniz. Demək, 1 dərəcə, indi mən bayaq dərəcə vermişdim, indi kilometrlə verib. 1 dərəcə 111 isə x dərəcə nə qədərdir? 3330. Onda x nəyə bərabərdir? 30 dərəcə. 3330 böldüm 111-ə, nə qədər? 30 dərəcə. Demək, 180-deyəm. 30-u tapdım da, çünki ekvator üzərindən getdiyim üçün kilometr böldüm nəyə? 111. Elədi nə qədər? 30 dərəcə. 180-dən çıxacam nə qədər? 30. Gəlib harada dayanıram gənclər? 150 dərəcə şərq uzunluğu. Variantda baxanda cavab çıxır əslində. İndi davam edək digər. Demək, mənim ikinci nöqtəm A1-im olur nə? 150 şərq 0 n, yəni ekvator. Sonra deyir şimala doğru qalx. Şimala qalxıram. Nə qədər? 4440. Yenə meridian boyu qalxdığım üçün 1 dərəcəm 111-dir. X dərəcəm nə qədər? 4440. Onda x də bərabər nə? 4440-ı bölürəm 111-ə 40 dərəcə. 0-dan da 40 dərəcə şimala qalxanda hara cavab deyəcəm? 40 şimal eni, düzdürmü? Şimala qalxdığım üçün. Demək, mənim məntəqəm olacaq nə? 40 şimal enliyi, 150 şərq uzunluğu. A2, yəni son durağım, belə deyək, son məntəqəm olur nə? A2 nöqtəsi. Sonra baxım görüm yenə varsa sizə də bunlardan nümunə göstərim ki, yəni siz də yazıb cavabları şərh bölməsində qeyd etməyi unutmayın. Demək belə. Məsələn, burada elə 70-ə də baxarıq. Gəlin elə baxaq. Demək, Bakıdan, Bakı 40 şimal, 50 şərqdir, düzdürmü gənclər? Baxın, çəkirəm. Deyir, Bakıdan 180 dərəcə azimdən 50 dərəcə. Aşağıdır 180, aşağı gəlirəm. Sizə bir qayda deyirəm, yazın. Əgər 180 dərəcə və yaxud da 0 dərəcə azimutdan hərəkət edirsə, siz şimala və cənuba doğru gedirsiniz, düzdürmü? Çünki 180 cənubdur, 0 şimaldır. Siz əgər koordinatdan yəni 180 və 180 cənuba, 0 şimala doğru hərəkət edirsinizsə, siz meridian boyu hərəkət etmiş olursunuz. Bu zaman sizin meridianınız yox, enliyiniz dəyişir. Bax, diqqətli olun. Əgər siz yuxarı, yəni şimal 0-dan cənub, yəni 180 hərəkət edirsə, bu zaman sizin meridianınız olduğu kimi qalır, enliyiniz dəyişir. Əgər siz belə deyək, 90 şərq və yaxud da 270 dərəcə qərbdən hərəkət etmiş olursunuzsa, bu zaman siz enli üzrə hərəkət etmiş olursunuz və enli üzrə hərəkət etdiyiniz üçün sizin enliyiniz dəyişmir, uzunluq dəyişir. Bax, təkrar edirəm, bu qaydanı yazın. Əgər 0 və şimalla hərəkət edirəmsə, yəni yuxarı və aşağı və ya da şimal 0, 180 cənubla hərəkət edirəmsə, meridianım dəyişmir, enliyim dəyişir. Eyni 90 və 270, 90-la şərqə, 270 qərbə doğru hərəkət edirəmsə, mənim enliyim dəyişmir, uzunluğum dəyişir. Demək, indi məndə birinci dəyişməyəcək, uzunluq dəyişməyəcək. Niyə? Çünki mənə deyir ki, 180 dərəcə azimutla. Nə qədər? 50 dərəcə. 40-dan 50 dərəcə cənuba gələndə 0-a kimi 40 dərəcədir. Onda qaynı 10 cənub enliyi. Çünki baxın, 40-dan 0-a 40 dərəcə. Ekvatordan da 10 dərəcə olur, 10 dərəcə cənub enliyi. Cavab əslində çıxdığında digər hissəyə gedəcək.
Gəldim bura, tutaq ki, bura B1 nöqtəsi yazıram. Daha sonra deyir ki, sonra 90 azimut. 90 adı şərqət. Aha. Nə qədər gedəcəm? 30 dərəcə. 50-dəyəm. Bax, indi enli ilə hərəkət edirəm. Baxın, dediyim qaydanı sizin üçün göstərirəm. Enli üzrə hərəkət etdiyim üçün mənim nəyim dəyişəcək? Uzunluğum dəyişəcək. Enliyim qalır olduğu kimi. 90 azimutdan 30 dərəcə. 50-dəydim. 30 da sağa gedəndə olur nə? 80 dərəcə. Demək, mənim sonuncu məntəqəm hara olur? 10 cənub enliyi, gənclər. Demək, 80 də şərq uzunluğu. Və demişdik ki, azimutda bir məntəqənin digərinə görə harada yerləşdiyini bilmək üçün nə etməliydiniz? Baxın, görün, dan, dən, çıxışlı xal şəklisi hansındadır? Baxan kimi görürəm ki, deyir ki, Bakının həmin məntəqədən deyir. Məntəqədən. Yəni, dan, dən, çıxışlı xal şəklisi həmin məntəqəyə azimut çəkirəm. Məntəqədən dediyinə görə həmin hissəyə azimut edim və oradan baxıram. Bura qərbdir, bura şimaldır. İkisinin arası olur nə? Şimal-qərb. Demək, şimal-qərb istiqamətində 10 cənub enliyi, 80 şərq uzunluğu və şimal-qərb istiqamətində. Və ya da sırf koordinata görə baxa bilərsiniz. Dediyim qaydaları özünüzdə qeyd etməyi unutmayın ki, testlərdə yaza biləsiniz. Yenə deyirəm, mövzu çətin deyil, əslində çox da asandır. Sadəcə yolları var o şəkildə. Məsələn, burada deyir ekvator üzərində 40 dərəcədirsə, 40-ın qiyməti nə qədərdir? 111. Vurursunuz 111, 4440. Çox düz yazmadım deyəsən. 4440. Xəritini 5 dənə sıfır silirəm, olur 444. Xəritəni tapanda həqiqini miqyasa böldük. Bunu da buna böləndə eləyir 10. Sizə tapşırıq olsun 65-ci sual. Məsələn, rəy bölməsində yazarsınız doğru cavabını ki, görək kim başa düşdü, kim başa düşmədi. Sonra bu şəkildə suallarda sizdə problem yaşana bilər. Məsələn, burada necə deyirsiniz? Deyir ki, ABC xətti üzrə məsafəndə A-dan B nə qədərdir? Eyni olana yox, fərqli olana bax. Baxıram ikisi də meridian üzrədir. Burada 20-yə baxmayın. Sadəcə bu eyni meridiandır. A 20-dir, B 0-dır. Eyni 20 dərəcə. Üstə gələk. B ilə C, B də C də nə eynidir indi? Enli. Enli eynidirsə, indi uzunluğa baxacağam. Eyni olana baxmıram, fərqli olana. Biri 20 qərbdir, biri 40 şərq. Biz demişdik ki, fərqli yarım küləsi toplayıram, eynicə çıxıram. 20 plus 40 elədi nə qədər? 60. 20 plus 60 deyir 80 dərəcə, düzdürmü? A ilə B eyni meridian idi. B ilə də ekvator. Demək, eyni meridian olanda 111-ə vururduq və ekvator da 111-ə vururduq. Onu nə edirəm? 80-i vururam 111-ə. Eləyir nə qədər? 8880 kilometr. Bu oldu mənim həqiqim. Xəritdə 44-dür. Bölürəm, nəyə tapıram? Miqyası. Bu da eləyəcək nə qədər? 20, hə, deyəsən. 20 eləyir. 2 dəfə 44.4-dür da. Hə, bura bir dənə 0 gələcək. 200. Miqyas 200-də 1-dir. Onda da yəni 1 samda 200 kilometr. Yanında 5 dənə 0 yazacağım. Olur nə qədər? 1 bölünsün, demək 20 milyon. Maraqlı sual idi əslində. Oldu nə qədər? 1 bölünsün, demək 20 milyon. Sonra keçdik demək nəyə? Baxa görə fərqli nə var? Burada fərqli sual işləyək. Eyni suallardır. Məsələn, Tripolidən cənub coğrafiyasında ən qısa məsafəni. Burada görürsünüz, nəyə vermir? Meridian vermir. Demək, eyni meridiandır. Ona görə 1 dərəcə 111 yadınızda saxlayın. Cənub coğrafi qütbü 90 cənub enliyidir. Tripoli 32-dir. 90 plus 32 nə qədər eləyir? 112 dərəcə. Eləmi gənclər? 1 dərəcə 111-dirsə, onda 112 dərəcəmdə x-dir. 112-ni vururam nəyə? 111-ə. 112-ni vururam 111-ə. Bir dəqiqə 112-ni vururam 111-ə. 12432. 12432. Nəyə səhv vurdum? 32 plus 90 neçədir? Üzr istəyirəm. 32 plus 90 122 eləyirmiş. Hə? Qoy dəqiqə hesablayaq. 90 plus 32. 122 eləyirmiş. Nəsə üzr istəyirəm. Vururuq nəyə? 111-ə. 13542. Eləyir nə qədər? 13542. Yəni A variantı doğru cavab. Sonra bir də ən önəmli misallardan birini deyəcəm sizə. Burada var. Əsas odur. Digərlərini tapşırıq kimi yazarsınız. Bir dəqiqə baxım görüm hansı sualdır. Qəbulda da düşür. Belə suallara çox diqqətli olun da xahiş edirəm. Məsələn, keçən il yox. Baxın, bu 2024-də qəbula düşmüş bir sualdır. Deyir ki, təyyarə Bakı ilə eyni enlikdə yerləşən. Bakı neçədir gənclər? 40 şimal enliyi, 50 də şərq uzunluğu, düzdürmü? Çəkdim Bakını.
Demək, E'də yerləşən və onunla 180 dərəcə coğrafi uzunluq fərqinə malik olan məntəqə. 180 dərəcəyə məntəqə, yəni 180 dərəcə fərq malik olmaq üçün demək x-dir məntəqəm. Üstə də Bakını gəlməliyəm. Eləməli nə qədər 180. Onda 180-i 50 çıxan neçə edir? 130 dərəcə. Demək, onda məntəqəm nəymiş? 130 qərb uzunluğundan 40 şimal enində olan bir T məntəqəsiymiş. Düzdürmü gənclər? Artıq məntəqəni də Bakını silə bilərəm. Bakıya artıq ehtiyacım qalmadı. Demək, nə soruşur? Deyir ki, onunla fərqi nə var ki, məntəqədən. Əvvəlcə 0 acımız, sonra isə 180 dərəcə acımız. Biz bayaq dedik ki, 0 ilə 180 nədir? Meridian boyudur. Meridian isə bir dərəcə nə qədərdir? 111 kilometrdir də, gənclər, düzdürmü? Və deyir, nə qədər məsafə qət ediblər? 11.100 kilometr. 11.100 kilometr gediblərsə, onda 11.100-ü 111-ə bölsəm nəyə taparam? Nə qədər getdilər, düzdürmü? Demək, 100 dərəcə gediblər. Bunu bildim. Mənə nə deyir? Deyir, əvvəlcə şimala get, sonra da cənuba get. Gənclər, bax, yadınızda saxlayın nəyi? Bizdə enlik 90-da qurtarır. Yəni, bizim 91 dərəcə enliyimiz yoxdur. Nə şimal edəcəm? 90 bizim limitimiz. Demək, mən şimala nə qədər gedə biləcəm? Yalnız 90-a qədər gedə bilərəm. 40-dayam, düzdürmü? 40 enli. 90-a qədər nə qədər gedə bilərəm? 40-ın üstünə neçə gəlsəm 90 eləyər? 40 üstə gəl 50 eləyər ki, 90, düzdürmü? Demək, mən maks nə qədər getməliyəm? 50 dərəcə getməliyəm ki, gələm hara deyəm, qütbdə deyəm. 90 şimal enliyi, 130 qərb, düzdürmü? Axı, indi mənə deyir ki, yəni əvvəl şimal, sonra cənub, amma mən 100 dərəcə getməliyəm. Və artıq mən 90 şimala çatıramsa, artıq mən şimala gedə bilmərəm. Ancaq mən üzü cənuba doğru gələ bilərəm. Və diqqətli olun, demirəm cənub yarımkürə. Sadəcə deyirəm, cənuba doğru gələ bilərəm. Və biz bilirik ki, kürə olduğu üçün yer, kürənin görünən tərəfi var, bir də görünməyən tərəfi var. Yadınızda nəyə saxlayın? Burada enlik yenə eyni olaraq qalır. Kürənin tərəfində də yenə 40 şimal var, 50 şimal var, 90 şimal var. Amma 90 dərəcə bir dənədir, 80 şimal, 70 məsələn. Amma meridianlar fərqlənir. Necə? Yadda salın. Məsələn, meridianların uzunluğu nə qədərdir? 180 dərəcə, düzdürmü? Əgər məsələn kürənin bu tərəfində biz 50 şərq görürüksə, kürənin o birisi tərəfində olur 130 qərb. Niyə? Çünki kürənin bu tərəfində olan meridianın uzunluğundan kürənin o birisi tərəfində, hansı ki görünməyən tərəfində olan meridianın uzunluğunun cəmi həmişə 180-ə bərabər olmalıdır. Yaxşı, gənclər, unutmayın bunu. Demək, indi dedik ki, artıq nə qədər gəldik? 130 qərbdə idi, 90 şimal. İndi şimala gedə bilməm, çünki artıq məndə bloklanıb 90-dan o tərəfə gedə bilmirəm. İndi hara gedə bilərəm? Üzü ancaq cənuba doğru gedə bilərəm, düzdürmü? Üzü cənuba deyirəm, amma cənub yarımkürəsində. Cənuba doğru nə qədər gedəcəm indi? 50 dərəcə. 90-dayam. 50 də getsəm, yenə gəlib harda dayanacam? Gənclər, 40 şimal indi, düzdürmü? Amma 130 qərbdə dayanmayacam. Niyə? Bayaq dedik ki, kürənin o tərəf bu tərəfə getdiyini yadınızda saxlayın. Demək, deyirik ki, məsələn, orada tutaq ki, bu görünən tərəfinin 50 şərqdirsə, görünməyəni 130 qərb olur. İndi bizdə burada görünəni 130 qərb idisə, 130 qərb isə mən neçə gəlsəm 180 ilə? 50 şərq. Demək, mənim meridianım olur 50 şərq, enliyim olur nə? 40 dərəcə şimal. Yenə deyirəm. Kürənin o tərəf bu tərəfə keçəndə şimal enliklər yenə olduğu kimi qalır. Sadəcə uzunluq dəyişir. Burada əgər məsələn deyirik ki, 130 məsələn qərbdirsə, görünən tərəfdə. Görünməyən tərəfdə olur nə? 50 şərq. Demək, məntəqəm nəymiş gənclər? 40 şimal enliyi, 50 də şərq uzunluğu. Yəni doğru cavab D variantı imiş. Yenə deyirəm, kiməsə qaranlıq qalsa təkrar videoya baxsın ki, yaxşı yadında qalsın. Və yaxud da bunun sizə koordinat çəkmədən də asan bir yolunu göstərərəm ki, bunu necə yazmaq olardı? Məsələn, birinci tapdınız ki, məntəqəni tapdınız ki, 130 qərblə tutaq ki, neçədir? 130 qərblə 40 şimal, düzdürmü? 90-ı hədəf götürün. Demək, 40 şimaldayım. 40-dan 90 dərəcə gedəcəm. 50 dərəcə, düzdürmü? Eyni 90-a çatıram qütbə. 90-dan 50 dərəcə çıxanda hara gəlirəm? Yenə 40 şimala gəlirəm. Demək, məntəqəm nədir? 40 şimaldır. Belə tapsaydım, 3 nə gedərdi məndə? Demək, 3 dənəsi getdi. A, C, E variantlar getdi. Və nəyə də saxlayın? Əgər siz 90 o tərəf bu tərəfə keçirsinizsə, burada uzunluq neçə vermiş? 130 qərb vermişdi. Demək, onun əksi nədir? 50 şərq. Məntəqəm olacaq nə? 50 şərq. Yəni doğru cavab D variantı. B də verib 130 şərq. Heç vaxt məsələn 130 qərblə 130 şərq bərabərə qala bilməz. Axı doğru deyil.
ikisinin cəmi 180 olmalıdır. Buna aid burada 2 dənə tapşırıq var. Məsələn, bunu bu asan yoldan deyəcəm. Birini mən yazacağam, birini də sizə tapşırıq verirəm. Doğru cavabı rəy bölməsinə qeyd edin. Baxın, məsələn, 122 mən yazacağam, 124-ü sizə tapşırıq verirəm. Ulduzlayıram, yazarsınız. Demək deyir, ay 70 şimal, 40 şərq, bu da 70, 140 qərb. Sual veriblər sizə ay müəllim. Məsələn, biz hardan bilək ki, bu kürənin o tərəf bu tərəfinə keçməkdir? Çox qəşəng sualdır. Bunu bilmək üçün uzunluqlara baxırıq. Baxın, uzunluqlarının cəmi 180-ə bərabər olursa, demək bu kürənin o tərəf bu tərəfə keçməkdir. Bunu birinci tənbəl olmaq sizə öyrədim. 90 limit götürürəm. Demək 70-dən 92 dərəcə gedə bilərəm. 70-dəyəm. 20 dərəcə getsəm 90 olacaq. Demək 20-ni yazıram bura. İndi yenə 70-ə gəlməliyəm. 90-dan 20 çıxaram ki, 70-ə gəlim, düzdürmü? Demək 20 də burada getdim. 20 plus 20 eyni də 40 dərəcə. Və eyni meridian boyda, düzdürmü? Ona görə 111-ə vururam. Eyni qədər 4440 olur nəyim? Həqiqim. Miqyasını da 5 dənə sıfır istəyirəm, olur 200. 4440-ı da 200-ə böləndə 22/2 edir. Yəni doğru cavab olur nə? A variantı. İndi gəlin bunu çəkmə üsulundan da yazım. Siz 120-də də yazacaqsınız. Məsələn, çəkmə üsulunu necə çəkəcəyik? Yəni koordinat olaraq çəksək, necə çəkərdik? Bir dəqiqə. Demək, burada çəksəydim, məsələn, ya birincisi, ya ikincisi, fərqi yoxdur. Məsələn, mən sizin üçün birincini çəkirəm. 70, bu da 40 şəkli, düzdürmü? Buradayım. Demək, bayaq dedik ki, maksimal 90-a qədər edə bilirəm, düzdürmü? 90 o tərəfə yoxdur, 91, yalnız 90-a. 70-dən 92 dərəcə gedirəm, 20 dərəcə. 20-ni yazdım burada, dayandım 90-da. Artıq hara gedə bilərəm? Ancaq aşağı gedə bilərəm, düzdürmü? Çünki cənuba doğru. İstiqamət, amma cənub yarımkürəsi sadəcə üzü cənuba doğru. Və mən artıq 40 şərqdən 90 o tərəfə adıram, avtomatik olaraq 140 qərb. Hansı yerə gəlməliyim? 70-ə. 90-dan 70-ə gəlmək üçün neçə dərəcə gəlirəm gənclər? 20 dərəcə. Düzdürmü? Məntəqəm gəlir bura. Bu da olur nə? Bu B məntəqəsi. Lap burada A məntəqəsi. Yenə 20 dərəcə. 20 plus 20 eləyir 40 dərəcə və meridian boyu hərəkət elədiyim üçün həqiqini tapanda 40-ı vurdum 111, elədi 4440 və miqyasdan 5 dənə sıfır sildim. Miqyas bərabər 200. Xəritəni də tapanda 4440-ı böldüm 200-ə eləyir nə qədər? 22.2. Bu da oldu nə? Koordinat mövzu. Doğru cavab A variantı. Yenə deyirəm, 124-ü sizə işləməyə verirəm gənclər. Demək belə, koordinat mövzusunun sonuna gəldik. İzah. Yenə deyirəm, bu işlədiklərimizi sizə təkrar işləyin ki, yadınızda qalsın. Sizə qaranlıq nəsə qalarsa, rəy bölməsində yazın. Hansı mövzuda probleminiz varsa, mən çalışıram o mövzunun qısa, asan yoldan həllini sizlər üçün göndərərəm. Dediyim kimi, koordinat mövzusu çətin deyil, asandır. Ümumiyyətlə, çətin mövzu deyə bir şey yoxdur. Demək olar ki, coğrafiyada bütün mövzular asandır. Sadəcə yolları var ki, siz onları işlədikcə daha da yaxşı öyrənəcəksiniz. Demək belə, bugünlük deyəcəyim bu qədər. Çox xoş oldu. Əminəm ki, sizlərə bir faydam oldu. Sizlər aktivlik göstərdikcə, dərs izahına yaxşı qulaq asıb, qeydlər alıb, belə deyim, yaxşı nəticə göstərdikcə mən də daha da həvəslənəcəm. Daha çox mövzu izahlarından qarşınızda olacağam. O zaman sizdən bugünü sağollaşıram. Özünüzdən müğayət olun. İnşallah gələn dərslərdə, gələn izahlarda görüşənədək hələlik sağ olun.